dediyimiz kimi məzhəb doğrudur, amma məzhəbçilik ki, mən öz məzhəbimə görə, hətta mənə məsələn haqq da desələr, mən təəssübkeşlik edirəm və o haqqı qəbul eləmirəm, belə deyək də ki, mənim məzhəbimə görə bu uyğun deyil ki, bir adam gəlib mənim camimdə, məcidimdə möhür qoyub namaz qılır və mən də əgər hənəfiyəmsə, əgər şafiyəmsə, əgər həmbəliyəmsə və mən ona məzhəbimə görə xor baxıramsa, bu doğrudur. Bu parçalanmaya gətirib çıxardır. Və yaxud eyni zamanda bir hənəfi gəlirsə, əgər məsciddə səninlə bir yerdə namaz qılırsa və yaxud da məsciddə bir namaz sən ona xor baxırsansa, bu da məzhəbçilikdir. Bu gətirər sonda ixtilafa çıxarda bilər. İxtilaflar da qeyd elədiyimiz kimi radikallıqdır. Ondan sonra bunlar məsələlər böyüyür və nəhayətdə nə olur? Cəmaat əziyyət çəkir. Müsəlmanlar parçalanır. Qeyri-müsəlmanlar üçün nə var ki? Onların elə məqsədi budur ki, nə olsun? Müsəlmanlar parçalansın və necə ki biz bunu tarixdə görürük. Getdilər Əndəlusa qədər, çatdılar İspaniyaya qədər. Axırda düşündülər ki, neyniyik bu müsəlmanları? İçki və qadın fuhuş məsələlərini saldılar ortalığa. Bu da ki, içki varsa, obrisi da varsa, başladılar zəifləməyə. O qədər zəiflədilər ki, artıq güclərini neynədilər? İtirdilər. Və ona görə də düşmən hər zaman ayıqdır və düşmənə də fürsət vermək lazım deyil. Buna görə də şükürlər olsun Allah, indi bizdə bu məsələlər yoxdur. Məsələn, biz o gün Qaraçuxur məscidinə baxdıq, gördük ki, nə qədər insanlar toplaşıblar, namaz qılırlar, Allah qəbul eləsin. Biz onları gedib daş ata bilmərik, onları döyənməyik, siz bizim məzhəbimizdən deyil. Nə də onlar gəlib bizim, belə deyək, ibadət itaat. Əksinə, biz sevinirik ki, haradasa belə deyək də, İslamda, belə deyək, nə hər öz yolu var, nə hər öz cığırı var. Sonra deyənməsən ki, güclə gəl mənim yolumla ged. Xeyr, sadəcə İslamda, yəni imamiyyədə də dəvət var. Məsələn, İmam Cəfər Sadiq əleyhissalam nə buyurur? İndi vaxt yoxdur da, çox azdır, 2 xütbədə ona görə. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, siz onlarla namazda gedin, iştirak edin. Hətta onların namazlarında belə cərgələrdə də diyana bilərsiniz. Yəni bu risalələrdə də gəlib, hökmlərdə də, kitablarda da var, əmalidə var, müxtəlif kitablarda var ki, gəlib ki, yəni onlarla bir yerdə namaz qılmaq da onlar icazəlidir. Necə ola bilər ki, sən Məkkədə gəlsən, deyərsən, bir yerdə namaz qılırsan onlarla, hə? Amma bura gələndə sən o xor baxırsan o. Düzgün fikir deyil. Həmçinin də olar. Həmçinin. Ona görə bu ixtilaflar olmamalıdır və şükürlər olsun Allaha ki, indi bizdə bu yoxdur, amma yoxdur bu o demək deyil ki, bunu qızışdırmaya bilməzlər. Bilin ki, hər anda bunu qızışdıra bilərlər. Amma bizlər də şükürlər olsun Allaha, Allah Teala bizə bəsilət verib və bu bəsilətlə, yəni qəlb gözü verib. Ne üçün? Çünki Allah Teala Əraf surəsinin baxa bilərsiniz, 101-ci ayəsi olmalıdır səbir. Orada Allah Teala bəzi insanlar var, onlara elə bir göz verib ki, o gözlə onlar şeytanın neynədiyini görürlər. Allah onlara gözləri ilə bildirir. Yəni o göz görmə qabiliyyəti verir ki, o şeytanın hilələrini həmin şəxs görə bilir. Bax, gör, hansı məqama insan gəlir, təqva məqamına yetişir ki, şeytan ona hilə eləyənmir. Ne üçün? Çünki Allah ona elə bir bəsilət verib ki, o bəsilətlə neynəyir? Şeytanın hilələrini